Çox vaxt bir həkimin 500 uğurlu əməliyyatı deyil, məhz bir uğursuz əməliyyatı yadda qalır deyirlər. Sizcə cəmiyyətin bu yanaşması həkimin özünə olan güvəninə necə təsir göstərir? Sosial şəbəkələrdə qeyri-peşəkar şəxslərin və ya jurnalistlərin tibbi savada malik olmadan həkimlər haqqında rəy bildirməsi və hadisələri qiymətləndirmələri ciddi narahatlıq doğurur və bu da onun reputasiyasına mənfi təsir göstərir. Belə halların ictimailəşdirilməsi hansı hallarda doğrudur və hüquqi baxımından necə tənzimlənə bilər? Demək, söhbət tam mütəxəssisdən gedirsə, profesional öz sahəsinin mütəxəssisindən gedirsə, həmin o sahənin mütəxəssisi həqiqətən o diploma malikdirsə də, o sahənin demək, ixtisaslı mütəxəssisdirsə də, həkim xəstəyə köməklik göstərəndə, müalicə eləyəndə, əməliyyat eləyəndə onu sağaltması, o problemdən qurtarılması üçün uğraşır. Heç bir zaman onun əks bir tərəfini görə bilməz. Ona görə peşəkar mütəxəssisin əlində yaranacaq olan kiçik bir problemləri böyüdüb mediatik bir şəkilə gətirmək olmaz. Ona görə də o həkimin motivasiyasını azalda bilər. Həkim, belə deyirlər, el anasıdır. Həkim demək olar, öz sənətinin, peşəsinin mütəxəssisidirsə, bu sahədə əlindən gələni xəstəyə edirsə, bir peşəkar tərzdə, orada kiçik, belə deyim də, anlaşılmazlıq ola bilər və ya xəstə-həkim arasında istifadə olunan dərmanlardır, onların istifadə qaydalarıdır, sarğıların istifadə. Burada bir problemlər yaranında olursa, bu həkimi cəmiyyətdə insanlar arasında narazı buraxmaması lazımdır. Yəni, həkim öz sahəsinin mütəxəssisidir, əlindən gələni eləyir və öz peşəkarlığını öz işindən həyata keçirdir. Belə bir düşüncədəyəm. Həkimlərin səhv etmək ixtiyarı varmı sizcə? Həkimin, əgər o sahənin öz sahəsinin mütəxəssisdirsə də, səhv eləmək haqqı yoxdur. Və öz sahəsini həkimi kimi beynəlxalq protokollar əsasında apardığı cərrahiyyə əməliyyatları və mübarizəsi, mücadiləsi, müayinəsi bu protokol əsasında aparılırsa, orada səhv edə bilməz.